Salam dostlar, necəsiniz? Bugün sizlərlə bərabər gördüyünüz kimi Amir Əmraslızadə buradadır. Və dostlar, bugün bir rəvayət gerçəkləşdirəcəyik dostlar. Gördüyünüz kimi buralarda çoxlu cinli evlər var. Lakin bu evlərdə insanlar əvvəl burada yaşayırlarmış. Lakin indi burada qəribə səslər və məxluqlar gördüklərini təsvir etmişlər dostlar. Və biz də bu rəvayəti, əgər bu kanala 25 like gəlsə, bu rəvayəti bugün gerçəkləşdirəcəyik və o evə girib, oradakı əşyalardadır, hamısını bir baxacaq və oranı gəzəcəyik. Dostlar, indi bugün buranı elə bir tanıtım kimi göstərir sizə. Əgər buna 25 like gəlsə, bu rəvayəti gerçəkləşdirəcək. Dostlar, bəzi insanlar var ki, kanalımıza baxır, like atmadan keçir. Biz bunu insanların sevdiyi üçün edirik. Yəni like da ata bilərsiniz. Dostlar, like atmazsanız da canlarınız sağ olsun. Dostlar, like atmaq pulsuz bir şeydir. Yəni like atdınız, heç sağa dəyməsin, sakitcə gedəcək. Heç nəyə basmayın, təkcə abunə olun və like atma tuşuna basın. Bəzi dostlar da var, bizi takip edir. Onların da canları sağ olsun. Siz də bizə takip edə bilərsiniz dostlar. Deməli, indi gəlin buranı göstərək sizə. Amindur. Gəlin buranı göstərək sizə. Baxın. Belə bir yerdir dostlar. Yəni qorxulu yerdir. Baxın, oralarda da itlər var dostlar. Yəni biz bugün itlərdən zaten qorxduğumuz üçün bunu çəkəcəyik dostlar. Lakin biz sizə görə hər bir videonu çəkə bilərik dostlar. Bunun heç bir faydası yoxdur. Dostlar, indi biz itlərdən qorxmuruq. Çünki itlər orada balaca. Biraz quduzqandır deyə çəkinirik. Lakin biz bu videonu sizin üçün çəkməyə çalışırıq və kanala abunə olub like atmayı unutmayın və bildirimləri də açın. Çox sağ olun ki, siz bu videonu izlədiniz. Like atmayı unutmayın. Sağ olun.